Bəzi kişilər götürür ailəsi ilə davamlı həyat yoldaşını tənqid edir. Bu ailəni dağıdan ən önəmli səbəblərdən biridir. Məsələn, tutaq ki, yoldaşının ailəsində, anasında, atasında xoşa gəlməz şeylər var. Ya haram yeyirlər, ya pis yola baxanlardır və yaxud da başqa ya cinayət eləyiblər. Sənin həyat yoldaşın, madəm ki, sənə sadiqdir, sənə vəfalıdır, sənə xidmət eləyir və bir zövcədən tələb olunan, arzulanan nə varsa onları yerinə yetirir. Sənin haqqın yoxdur ki, sən onun ailəsi ilə, ailəsindən onu sorumlu tutasan, onların etdiklərinə görə bunu tənqid eləyəsən. Bu zövcəyə olunan zülümlərdən, zövcənin haqqına giriləsi məsələlərdən biridir. Allah Teala Quran-ı Kərimdə buyurur: وَلَا تَزِرُ وَازِرَةٌ وِزْرَ اُخْرَى Qiyamət günü biz heç kəsin günahını, heç kəsin boynuna yükləməyəcək. Hərə öz etdiyindən soruşulacaq. Kimsə kiminsə etdiyindən soruşulmayacaq. Ona görə kim suçludursa o tənqid olunur. O suçdan bəri olan insanları suçlamaq zülmün ta özüdür.